أعوذ بالله السميع العليم من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. الصلاة والسلام على الحاضر البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد. الطاهرين ولا سيما بقية الله العظيم. أما بعد، فقد قال الله تبارك وتعالى في محكم كتابه العظيم ومبرم خطابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وكذلك جعلناكم أمة وسطا. صدق الله العلي العظيم. Əziz müminlər, özümü və tamam siz müminlər Allah-u Teala'nın ibadətinə, təqvasına dəvət edirəm. Allah Teala hamımız imanda sabit qədəm etsin. Niyyətlərimiz saf, əməllərimiz dürüst olsun inşallah. Hər bir insanın etdiyi əməl niyyətinə bağlıdır. Əgər bir insanın niyyəti safdırsa, niyyəti düzdürsə, İnşallah onun əməli də məqbul hesab olunar. Əməlin çoxluğu, azlığı şərt deyil. Yalnız niyyət düz ola, insan hər nə əməl edirsə, öz əməlinə diqqət etirməlidir. Düzgün və səhih o əməli başa vurmalıdır. Oxudum ayə Bəqərə surəsinin 143-cü ayəsi idi. Allah buyurdu ki, ey müsəlmanlar, beləliklə də sizi orta, ədalətli və seçilmiş bir ümmət etdi. Ümmətlər içərisində Allah məhz bu ümmətə xitabən buyurur ki, sizi orta, ədalətli və seçilmiş bir ümmət etdi. İman əhli üçün, təqva əhli üçün Qur'anın və hədisin təsdiqlədiyi sifətlərdən biri də ondan ibarətdir ki, insanlar etdiyi əməllərində özləri üçün ortaq bir yol seçməlidirlər. Ortaq bir həddə olmalıdır ki, hansı bir yolla itaat edək, hansı yolla ibadət edək ki, ibadətimiz dürüst olsun, düzgün olsun və o ibadətdən bizlər yorulmayaq. Eyni zamanda ibadət elə olmalıdır ki, ibadətdə nə ifrat olsun, nə təfrit olsun. Əgər bir insan əməlində ifrata yol veribsə, yaxud təfritə yol veribsə, bu insanın nadanlığından əmələ gəlir. Yəni, dəlalət edir ki, insan nadandır. Əli əleyhissalam vaxtda buyurur ki, la yural cahülü illə mufritan əv mufarrita. Nadan insan öz işlərində ya ifrata varar, ya təfritə varar. Yəni, bir insan ki, əgər həm ifrat, həm təfrit edərsə, deməli, bunun nadanlığına dəlalət edir. Buna görə insan gərək özü üçün elə bir yol seçməlidir ki, o yol elə düzgün olmalıdır. Nə ifrat olsun o yolda, nə təfrit olsun. Düzgün bir yol seçməlidir. Quran-ı Kerim bu haqda buyurur ki, və kəzəlikə cəəlnəkum ümmətən və səta. Oxuduğum ayə. Beləliklə də sizi orta, ədalətli və seçilmiş bir ümmət etdik. Yəni, orta bir ümmət. Əbul-Fətur Razi bu ayənin təfsirində yazır: ümmətən və sətan, ey əhl-i dini vəsətin beynəl-qulub və təqsir. Burada orta ümmət o deməkdir ki,
həqiqətən əməl nə şişirtməlidir, nə də əskiltməlidir. İnsan elə də etməməlidir ki, etdiyi əməlin o qədər şişirtsin, yüksəlsin, nə də elə bir əskiltməsin ki, o da təfrit əmələ gəlsin. Mərhum Əlləmə-i Təbəttəbai bu ayənin şərhində buyurur ki, ümmətən vəsətən o deməkdir ki, onlar üçün elə bir din qərar verdik ki, həmən dinə inanan insanlar həqiqətə, ədalətə, düzgünlüyə hidayət olunarlar. Yəni, orta ümmət odur ki, əgər o dinə o insan inanarsa, o insan həqiqətə, ədalətə, düzlüklüyə hidayət olunar. Əgər bir insan həqiqətə, düzgünlüyə hidayət olunarsa, o insan heç zaman nə ifrata, nə təfritə varar. O insan həm cismi möhkəm olar, həm ruhu möhkəm olar. Elə ruh ilə cism möhkəmlənməlidir ki, nə ruh cismidən qabağa gedər, nə cism ruhdan qabağa gedər. Hər ikisi möhkəm olar, bu zaman insan özünə bir orta yol, orta hədd seçər və öz yolun düz istiqamətini tapacaq və Allah qarşısında öz bəndəsiliyin edəcək. Orta mövqe seçmək indi bir neçə sahələrə bölünür. Amma bu sahələrdən keçməmişdən qabaq onu qeyd etmək lazımdır ki, ortaq bir yol seçmək iman əhli üçün, təqva əhli üçün ən bəyənilmiş sifətlərdən biridir. Əleyhisselam təqva əhlini tanıtmaq üçün oxuduğu xütbəsində buyurdu ki, Məlbuhusumul iktisad, təqva əhlinin libası mülayimlikdir və orta mövqeyə riayət etməkdir. Bir insan əgər desə ki, mən bir ortaq yol tanımışam, bu insanın təqva əhlidirsə, onun geyimi mülayimlikdir və özünə ortaq bir yol tapacaq və o yol onu düzgün istiqamətləndirəcək. Ümumiyyətlə, hər bir ümmət əgər Allahdan qorxarsa, təhriskar olarsa, özünə elə bir yol seçməlidir ki, o yol onu heç zaman azmağa qoymasın və o yol onu düzgün istiqamətləndirsin, o insan dində nə ifrata, nə təfritə yol verməsin. Ortaq bir yol seçmək o sahalərdən biri ibadətdə insan özünə bir yol tapır. İbadət sözünün mənası müqəddəs zatın qarşısında baş əymək, ona təslim olmaq deməkdir. Bu söz bütün mövcudata, bütün yaranmışlara məxsusdur. Quran-ı Kerim bu haqda buyurur ki, İn kullu mən fis-səməvati vəl-ardı illə atir-rəhmani əbda. Məryəm surəsinin 93-cü ayəsində Allah buyurur ki, çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, qiyamət günü Rəhmanın huzuruna bir qul kimi gəlməsin. Bütün mövcudatlar qiyamət günü Allah qarşısında bir qul kimi, bir bəndə kimi gələrlər. Bu bəndəçiliyin fəlsəfəsi bundan ibarətdir ki, Allah Taala'nın yaratdığı bütün varlıqlar üçün əmanət qoyduğu qanunlara bəndəsi itaat etsin. Bütün Allah'ın qanunları bizlər üçün bir əmanətdir. Bizlər də ona düzgün riayət etməliyik.
Allah'ın yarattığı mövcudatlar arasında ibadət ən çox insanlara aid olunur. İbadət ən çox məxluqatlar içərisində yalnız insanlara çox aid olunur. Çünki insanlardan fərqli olaraq sair məxluqatlar Allah qarşısında qeyri-ixtiyarıdır. Amma Allah insanı ixtiyar sahibi xalq edir. Və Allah Teala peyğəmbərlər göndərir insanlar üçün. Eyni zamanda bizlər üçün peyğəmbər göndərir, Qur'an göndərir. O ilahi peyğəmbərin vəzifələri ondan ibarət olub ki, insanları Allaha itaət etmək üçün haqqa dəvət edir. Buna görə insan Allah o biri məxluqatdan insanı fərqləndirir ki, ibadət insanda daha çox olmalıdır. Çünki insan Allah qarşısında Allah insanı ixtiyar xalq edir. Amma insanın ibadəti ilə sair məxluqatın ibadətində fərq ondan ibarətdir ki, insanlar Allaha ibadəti mərifət üzündən edərlər. Yəni Allahı tanıyanlar, Allaha mərifət bağlayanlar və tanıdıqları Allaha xalis qəlb ilə itaat edərlər. Əgər bir insan öz bəndəçiliyindən qafil olarsa, o insan Allahı unutmağa səbəb olar ki, öz bəndəçiliyini unudub, səbəb olar Allahı yaddan çıxarar. Allah Teala bu haqda təhkidlə buyurur ki, وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ وَاَنْسَاهُمْ اَنْفُسَهُمْ اُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ Həşr surəsinin 19-cu ayəsində buyurur ki, Allahı unutqanları üçün Allah da onları özlərinə unutturub və onların xeyrini başa düşməyən insanlardan olmayın. Allah insanlara buyurur ki, o insanlardan olmayın ki, onlar Allah'ı unudublar, Allah da onları özlərinə unudur, onlar heç zaman öz xeyirlərini bilməzlər. Onlar Allah'ın itaatindən çıxmaqlarından ötəri fasiqlərdən olmuşlar. Siz də o fasiqlərdən olmayın. İslamda ibadət əməlin çoxluğu ilə hesab olunmaz. Bir insan gecə gündüz ibadət etsin ki, mənim ibadətim çox olsun. İslamda ibadətin çoxluğu hesab olunmur. Yalnız insan hər hansı bir əməl edirsə, qürbət qəsdi ilə etməlidir. O qürbət qəsdi odur ki, o niyyəti xalis olmalıdır və onun əməlində riya olmamalıdır. Yəni, insan əməl edir, namaz qılır, niyyəti qürbət Allaha ibadət edir, qürbətən iləllah və xalis, riyasız olmalıdır. Eyni zamanda xalis ibadət o ibadətdir ki, etdiyi ibadət eşq ilə, məhəbbət üzündən olmalıdır. Quran-ı Kerim buyurur ki, Mülk surəsində Əl-ləzi xələqəl mavtə vəl-həyatə liyəbluvakum əyyukum əhsənu əmələn və huvəl-əzizul qəfur. Mülk surəsinin 2-ci ayəsində Allah buyurur ki, hansınızın əməlcə daha gözəl olduğunu sınamaq, bəlli etmək üçün ölümü və həyatı yaradan odur. O yenilməz qüvvət sahibidir, çox bağışlayandır. Bir insan əgər özünün əməlinin gözəl olmağını bilmək istəyirsə, müqayisə etməsin başqalarıyla. İnsanın əməlinin gözəl olmağını bilən yalnız Allahdır. Heç bir insan öz əməli ilə fəxr etməsin ki, mənim orucum çoxdur, mənim namazım çoxdur. Yəni, insanın əməlinin gözəl olmağı məhz Allah yanındadır. İmam Sadiq əleyhissalam bu ayədəki əhsən və əmələ, yəni gözəl əməl haqqında buyurur ki, gözəl əməl necə olmalıdır? İmam buyurur ki, əhsən-i əmələ, yəni gözəl əməldən məqsəd odur ki, insanın əməli çox olmasın. İnsan deməsin, mənim əməlim çoxdur, mənim gözəl əməl sahibiyəm. Əməli düzgün olsun, səhih olsun, doğru olsun. O əməl
elə olmalıdır ki, insan Allahdan qorxa və etdiyi əməlin Allah qarşısında məhəbbət ilə, eşq ilə yerinə yetirə. Eyni zamanda eşq ilə o insan ibadət edə bilər ki, Allah Taala'nın bütün gözəl sifətlərini o insan bürünə, özün o sifətlərlə bəzəyər. Elə insan var ki, libas ilə özünü bəzəyir. Amma İmam Sadiq əleyhissalam buyurur ki, gözəl əməl sahibi odur ki, Allah'ın gözəl buyurduğu bütün sifətlər ilə özünü bəzəyər. Deməli, bu insanın əməli gözəl olar. İmamlarımızın bizlərə etdiyi təbliğatlar məhz bunlardan ibarətdir ki, bir insan əgər eşq ilə, həvəs ilə ibadət edə, eyni zamanda dua edəndə də daha ağlar gözlə, ümidsiz dua etməsin. Duası da eşq ilə olmalıdır, sevinclə olmalıdır, məhəbbətlə olmalıdır. Allahdan bir şey istəyirsə, o şeyi elə istəməlidir ki, sanki Allah bunun ağzından çıxan ki, bunun əməlin, onun sözün qəbul elədir. Yəni, bu insanda əgər bu sevinç varsa, deməli, bu insan gözəl əməl sahiblərdən hesab olunacaq. İmam Sadiq əleyhissalam duaların birində Allahdan belə istədir, razı-niyaz elədir. Əsəlükə minəş-şəhadəti əksətəha və minəl-ibadəti ənsətəha. İlahi, səndən ən adilanə şəhadət istəyirəm, ən sevincli ibadət istəyirəm. Yəni, ibadət edəndə mənim ibadətim ən fərəhli, ən sevincli ibadət olsun. Mən bunları səndən istəyirəm. İmam Sadiq əleyhissalam bu hədisdən ardınca buyurur ki, La tukrihu ilə ənfusikumul ibadə. İbadəti özünüzə yük etməyin. Onu məcburi halda yerinə yetirməyin. Əgər bir ibadət eşq iləndirsə, məhəbbətlə isə, insan o ibadəti məcbur necə edə bilər? Bir insan əgər ibadəti məcburən yerinə yetirirsə, deməli bu ibadəti özünə bir ağır yük edir. Çünki ibadət gərək eşq yolu ilə, məhəbbət yolu ilə, sevinç yolu ilə, fərəh yolu ilə olsun. Allahdan insan bu cür dualar eləsin, bu cür ibadətlər eləsin. Əleyhissalam şəhadət vaxtı İmam Həsən əleyhissalamda İmam Həsən əleyhissalamın öz vəsiyyətlərində buyurdu ki, İqtəsib bi ibadətikə əvə ələykə fiyyə bil əmri daimilləzi tufibuhu. Əleyhissalam buyurdu oğlu İmam Həsənə ki, sənə ibadətdə orta yol seçməyi tövsiyə edirəm. Elə bir ibadətdə özünə yol seçkinən ki, o ibadəti yerinə yetirməkdə sənin qüdrətin olsun, o yolda sən yorulmayasan. Məsələn, elə bir insan var ki, gecə-gündüz namaz qılır, artıq namaz qılmaq onu yorur, vacibi namazlara gəlib çatanda bunun taqəti olmur. Və yaxud ilin bütün ayların oruçdur, Ramazan ayı gəlib çatanda artıq bu insan taqətdən düşür. Əleyhissalam buyurdu ki, ibadətdə elə bir yol seç özünə ki, düzgün və səhih olsun ki, Allahın əmrini yerinə yetirməkdə sənin qüdrətin olsun, taqətin olsun, yerinə yetirə bilərsən. İslam Peyğəmbəri buyurur ki, İslam dini möhkəm bir mətin dindir. O dinə mehribanlıqla daxil olun. Allahın ibadətini məcburi şəkildə yerinə yetirməyin. Və heç kimi də məcbur etməyin ki, hökmən sən dur, bu ibadəti etməsən səni cəzalandırır. İslam Peyğəmbəri buyurur ki, bu ona bənzər. Bir insan öz miniyin yüklüyə o qədər ona yük vura ki, o mini yükün altında dözə bilmir. Nə gedə bilmir, nə də üstündə yükü saxlaya bilmir. İnsanlarda o cür din ilə yükləmir. Yəni, o dini elə insanlar üçün düzgün şəkildə izah edin ki, ibadət etməkdə insanlarda bir həvəs əmələ gəlsin, bir eşq, məhəbbət əmələ gəlsin ki, insanlar bu yolla Allaha ibadət eləsin.
İmam Sadiq Aleyhisselam buyurur ki, bir gün mən təvaf edirdim. Yəni, Kəbə evin təvaf edirdim. Özüm də cavan idim. Çox ibadət etməyə həvəskar idim, ibadət edirdim, təvaf edirdim. Bir gün atam mənim yanımdan keçəndə gördüm, mən hər suyun içindəyəm. Atam mənə üzünü çevirib burada, ey oğlum, Allah sevdiyi bəndəsini cənnətə daxil edər. Onun az əməllərindən də razı olar. Yəni, bu hədisdən məlum olur ki, özünü bu qədər nöş yorursan, Allah istədiyi bəndəsini cənnətə daxil edər və onun az əməlindən də razı olar. Mərhum Məclisi bu hədisi belə şərh edir ki, Allah nə zaman öz bəndəsindən razı olar? Buyurur ki, Allah o zaman bəndəsini sevər ki, onun gözəl əqidəsi, gözəl əxlaqı və əməllərdə təqvaya riayət etməyi olsun. O zaman o insanın əməli gözəl olar. Eyni zamanda insan özünə dində bir yol seçsə, düzgün və ədalətli bir yol seçərsə, o insan daim inkişafa doğru gedəcək. Amma bir insan ki, əgər düzgün yol seçməzsə, daim ibadətdə əziyyətə düşər olar. Eyni zamanda əgər bir insan müstəhəbbat əməli yerinə yetirməkdə, vacib əməli yerinə yetirməyə ziyan dəyərsə, bir insan əgər müstəhəbbat əməllərin çox yerinə yetirir, vacibata gəlib çatanda artıq onun taqəti əlindən gedir. O zaman lazımdır müstəhəb əməlini tərk eləsin. Vacib olan əməllərə o insan diqqət yetirsin. Əli Aleyhisselam buyurur ki, İza abarrat nəvafilü bil fəraizi fərfazuha. Əgər müstəhəblər vacibata zərər vurarsa, onu tərk edin. Vacibatsız əlinizdən getməsin. Eyni zamanda insan ibadətində diqqətli olmalıdır. İbadəti davamlı olmalıdır. İbadətdə həvəsli olmalıdır. Aleyhisselam buyurur ki, Qalilun mədumun aleyhi xeyrun min kəsirin məlulun minhu. Davamlı az əməl, kəsalətli, yorğun, tənbəl olunan çox əməldən yaxşıdır. Bir insan yorula, əgər çox əməl edərsə, bir insan həvəslə az əməl edərsə, onun az əməli yorğunluqla, tənbəlliklə olunan çox əməldən yaxşıdır. İslam Peyğəmbəri, imamlarımız bu haqda bizlərə tövsiyə edirlər ki, çalışın, ibadətdə elə bir özdə yol seçin ki, o yol sizi nə ifrata, nə təfritə aparmasın. İnsan üçün ən qorxulu ibadətdə ifrat və təfritdir. Səy göstərin ki, ruhunuz sizə hakim olsun, nəfsiniz sizə hakim olmasın. Əgər bir insan doğru seçim özünə edərsə, doğru yol taparsa, o insan ibadətdən heç zaman yorulmaz. İslam Peyğəmbərinə xəbər verdilər ki, bir şəxs bir guşəyə çəkilir, gündüzlər oruc olur, gecələr də səhərə qədər ibadət edir. Nə iftar edir, nə ailəsinə vaxt ayırır. Bunun əncaq işi, peşəsi gecə-gündüz ibadət etməkdir. Həzrət Peyğəmbər onu yanına çağırtırıb buyurdu ki, ey şəxs, İnnə li cəsədikə ələykə haqqa və li əhlikə ələykə haqqa fəsum və əbdir və səlli və tum və əti kullə zi haqqin haqqa. Ey şəxs, sənin öz bədənində haqqın var. Bədənin sənin boynunda haqqı var. Əhli əyalın sənin boynunda haqqı var. Sən oruç tut, amma iftar da et. İlim bütün günlərin oruç tutma. Eyni zamanda namaz da qıl, həm də yat, yuxunu da əldən vermə. Allah insanlara yuxu ayırıb bunu yatmalısan.
Gecə gündüz yuxusuz durub ibadət etsən, bu ibadət yorğun ibadət hesab olunur. Eyni zamanda kimlərin boynunda haqqı var, onların haqqın yerinə getir. Allahın haqqı boynunda var, ibadəti et. Öz əhliyalığı da saxla, oruc da tut, namaz da qıl, yat da, gəzintiyə də get. Yəni, hansı haqlar ki, sənin boynunda var, onları yetkinə. Yəni ki, sən bir rüşə çəkiləsən, gecə gündüz namaz qılarsan, gecə gündüz oruç tutasan, onda əhliyalığı kim dolandıracaq? Onların qazancını kim verəcək? Yəni, Allah insanlar üçün ibadəti elə qərar verir ki, ibadətdə ifratçılığa getmək olmaz. Deyirsən, filan kəs çox fanatdır. Yəni, bu düzgün yol deyil, düzgün seçim deyil. İnsan özünə elə yol seçməlidir, Allahın vacib etdiklərini düzgün yerinə yetirməlidir, eyni zamanda öz məişətinə də diqqət yetirməlidir, vaxt ayırmalıdır. Əgər bir insan bunları etməyi bacararsa, deməli, o dində, ibadətdə özünə doğru yolu seçmiş olub. Demək, bu deyir ki, insan bunları hamısını etməkdən, dindən qəflətdə olsun. Biz əgər məsum imamlarımızın həyatına nəzər eləsək, görərik onların ibadəti hansı dərəcədə olur? Həzrət Əli əleyhissalam ibadəti, İmam Zeynəl Abidin əleyhissalamın ibadəti, bunlar imam idi. İbadət edirlər, amma biz elə ibadət etməliyik ki, Allahın vacib işlərini yerinə yetirək, eyni zamanda boynumuzda haqqı olanların da haqqını yerinə yetirək. Bir şəxs İmam Səccad əleyhissalamdan soruşdu ki, sənin ibadətinlə baban Əlinin ibadətinin üstünlüyü, çoxluğu necədir? Hansının ibadəti çoxdur? Sən çox ibadət eləyirsən, yoxsa baban Əli əleyhissalam çox ibadət edirdi? İmam Səccad əleyhissalam buyurdu ki, babam Əli əleyhissalamın ibadəti ilə mənim ibadəti müqayisə etməkdə, babam Əli əleyhissalamın ibadəti ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin ibadətin nisbəti nə cürdürsə, mənim ibadətimlə də babamın ibadəti nisbəti o cürədir. Yəni, bunları müqayisə edəndə insan öz əməllərin, öz ibadətini onlarla müqayisə edə bilməz. Allah onları seçmişdir. Onlar gecə-gündüz yalnız və yalnız Allah'a ibadət edirdilər. Əymələrdən bizlərə tövsiyə olunur ki, bu duanı oxuyaq. Çünki biz bəşərik. Elə bir insan deyə bilməz ki, mənim günahım yoxdur, mən günahsızam. Və yaxud elə insan deyə bilməz ki, mən o qədər ibadət etmişəm, mənim bütün günahlarım silinir. Duada tövsiyə olunur ki, oxuyaq Allahümmə la təcələni minəl muarinə və la tuxrizni minəl təqsir. İlahi, məni sün'i ibadət edənlərdən qərar vermə. İbadətim riya olmasın. Həqiqi ibadət edənlərdən qərar ver. Məni nöqsanımı iqrar edənlərdən xaric etmə. Yəni, məni təkəbbür əhlindən etmə. Mən öz nöqsanımı sənin qarşında deyə bilim ki, Allah, mənim nöqsanım budur. Əli əleyhissalam buyurur ki, Əleykə bil hadd və la yuxricənnə nəfsəkə min haddin təqsirin fi ibadətillə və taatihi fə innəllaha ta'ala la yu'bədu haqqa ibadətih. Əli əleyhissalam buyurur ki, sənə həddə riayət etməyi tövsiyə edirəm. Hər bir şeyin bir həddi var. Həddən insan keçməməlidir. Tövsiyə edirəm, hər bir insan öz həddindən artıq çıxmasın. İbadət və itaətdə özünü təqsiri bilməkdən xaric etmə. Daimi özünü təqsirli hesab et. Nə qədər ibadət etsən, özünü az ibadət edənlərdən hesab et. Deməklə ki, mən gecə gündüz ibadət edirəm. Deyiləm, mənim ibadətim çox azdır. Əli əleyhissalam buyurur ki, həqiqətən Allaha layiq olunan ibadəti heç kim edə bilməz. O ibadət ki, Allaha layiqdir, onu biz heç birimiz edə bilmərik. Yalnız nə qədər ibadətimiz çoxdursa, nə qədər itaatimiz çoxdursa,
daimi böyle Allah, bizim ibadətimiz sənin qarşına çox azdır. Bizim günahlarımız çoxdur. Günahlarımızı azalt, ibadətimizin dərəcəsini çoxalt. Allah Teala izzətinə, cəlalına Allah Teala bizləri xalis ibadət edənlərdən qərar versin. Allah Teala günahlarımızı bağışlasın. Allah Teala qiyamət gündə bizləri Peyğəmbər ilə məhşur eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd, Allahus səməd, ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhəd. Salavat Peyğəmbər zamanınızı budur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve tabibi nufusina ve şefi'i zunubina afzalul evvelin ve eşreful ahirin ve khatamen nebiyyin Ebil Qasimi Muhammed والفاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليهم أجمعين ولنا على أعضائهم أجمعين من الآن إلى يوم الدين أما بعد قال الله تبارك وتعالى قل يا أهل الكتاب لا تغلوا في دينكم صدق الله العلي العظيم. Allah Teala Maide suresinin 77. ayetinde buyurur ki de, yani Peygamber'e hitap eder, de ey kitap ehli, dininizde hakkınızı yerine getirmekten çok ifrada gitmeyin. Dininizde haksız yere ifrata varmayın. Her bir şeyin bir həddi var. İnsan həddən artıq gedərsə deməli ifrata düşər olmuş olar. İbn Əbi Əmir nəql edir. Bir sahabədir. İmam Kazım Aleyhisselam'ın der yanındaydım. Yahya İbn Abdullah Hasan arz etti imama. Dedi ki sənə fəda olun. Çoxları deyir ki, siz qeyb elmini bilirsiniz, mütləq şəkildə bilirsiniz. Qeybi siz bilməlisiniz və bilirsiniz. İmam buyurdu ki, Subhanallah, zəyyədəkə əla rəsi fəvallahi ma bəqiyyət fi cəsədi şə'rətən və la fi rəs illa qamət. İmam buyurdu, Subhanallah, əlvi qoy başının üstünə. And olsun Allaha ki, bədənində və başında olan bütün tüklər hamısı qalxdı sənin bu sözü var. Necəni qeyb elmi bilirsən? Qeyb elmi yalnız Allaha məxsusdur. Yəni bu şəxs imama olan məhəbbətindən belə deyir, amma bu qədər də ifrata varmaq olmaz ki, imama deyirsən, bütün qeyb elmi bilirsən. İmam buyurdu ki, sənin bu sözlə bütün bədənimin tükü qalxdı. Yəni, hər bir həyatda insan istər imama olan məhəbbəti, istər Peyğəmbərə olan məhəbbəti elə bir həddə olmalıdır ki, həddən artıq getməsin, insanı ifrata aparmasın. Hətta insan öz yerişində də, öz danışığında da hədd gözləməlidir. Nə ahəstə yeriməlidir, nə bərk yeriməlidir, nə ucadan danışmalıdır. Allah Teala Qur'an-ı Kerimdə buyurur ki, "Vəqsid fi məşikə vəğzuz min savtik." Loğman surəsinin 91-ci ayəsində buyurur ki, yerişində muvazinət gözlə, nə çox yeyin, nə də çox asta get. Danışanda da səsini çox ucadan qaldırma. Yəni, hər bir şeydə insan həyatda bir özünə orta bir mövqe, bir yol seçməlidir. Yəni, insan gərək elə olmalıdır ki, ədaləti düzgün, həqiqəti düzgün, adilana bilməlidir. Hətta insanın öz ailəsinə, uşağına olan məhəbbəti. Özən övladları, insanın bir neçə övladı var, onların içərisində eləsinə, hamısının yox, içərisində bir dənə üç oğul var, birinə o qədər məhəbbəti var, məhəbbət ifrat dərəcəsində çoxdur.
Bir gün bir şəxs iki oğlu ilə Həzrət Peyğəmbər s.ə.v-in məhzərinə getdi, oturmuşdu Peyğəmbərin yanında. Peyğəmbərin diqqəti ondaydı. Gördü bu şəxs oğlanlarının birinin üzündən öpdü, o öbürünə etina etmədi. Peyğəmbər bu şəxsə bir şəxs, övladların arasında ədalətlə rəftar et. Birinə məhəbbət göstərirsən, öpürsən, o buruna məhəbbət göstərmirsən. Onlara olan məhəbbətini bərabər et. Nə ifrat dərəcəsində çox et, nə təfrit həddindən aşağı sal. Məhəbbət ailəyə bərabər olmalıdır. Nəman ibn Büşeyr deyir ki, bir gün atam mənə bir hədiyyə almışdı. Bu hədiyyəni gətirib mənə verdi, amma qalan bacılarıma, qardaşlarıma bir şey vermədi. Anam Ümrət ibn Rəvaha atamın bu hərəkətinə etiraz etdi. Dedi, əgər hədiyyə alırsan, bütün uşaqlarsın al. Birini alırsan, qalanlarını almırsan. Sən get Peyğəmbərin yanına qoy, Peyğəmbər sənin bu hərəkətinə qiymət versin. Nəman ibn Müşir deyir ki, atam getdi Peyğəmbərin yanına, bu əhvalatı Peyğəmbər üçün danışdı. Həzrət buyurdu ki, məgər uşaqların hamısı üçün eyni hədiyyə almırsan, ərz etdi, xeyr. Həzrət buyurdu ki, Allahdan qorx. Övladların arasında fərq qoyma. Onların arasında ədalətlə rəftar et. Mən belə zalimana işlərdə heç vaxt şəhadət vermərəm. Zalimana işlərə mən şəhadət vermərəm. Ailəndə də sən bərabər mövqedə ol günə. Bir gün insan hətta sədəqə verəndə də, ehsan verəndə də elə etməlidir, nə israf olunsun, nə də kimisə özündən naümid yola salsın. Hər şeydə insan ifrat və təfridi gözləməlidir. Bir gün bir şəxs, bir sail, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi, dedi, ya Rasulallah, sailəm, mənə bir şey ver günə. Həzrət baxdı, heç nə yoxdur, əynindəki köynəyi çıxarıb, həmən sailə verdi. Və bir köynək olduğuna görə həmən günü məscidə gedə bilmədi. Kuffar dedilər ki, Peyğəmbər ya sübh namazına yuxuya qalıb, sübh namazına gələ bilmədi. Və yaxud da hər hansı bir işə başı qarışıb, namazı yaddan çıxarıb. Allah Teala bu ayəni Peyğəmbərə göndərdi. Bismillahirrahmanirrahim. Və la təcəl yədəkə məğlulətən fi unubikə və la təqsutə kulləl bəsti və təqudəl məlumə məhsura. İsra surəsinin 29-cu ayəsi. Ya Peyğəmbər, nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Nə əldən bərk ol, nə də israfçı ol. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan. İnsan elə etməlidir ki, nə çox israf olsun, nə də elə eləməlidir ki, özü sülfar qalsın, öz uşağı az qalsın. Ənsardan bir şəxs qocalmışdır, vəfatı yaxınlaşanda 5 və yaxud 6 qulu vardı. O qulları azad etdi. Nəyi vardı əmlakı, hamısını payladı, heç nə saxlamadı ki, mən öləndən sonra bir şey qalmasın. Bu öləndən sonra bunun körpə, səqir uşağı qalmışdı. Bunu Peyğəmbərə xəbər verdilər. Ya Peyğəmbər, filan kəs öldü, ölməmişdən qabaq nəyi varsa hamısını payladı, getdi, uşaqlarına bir şey saxlamadı. Həzrət Peyğəmbər çox narahat oldu. Dedi, əgər bunu dəfn etməmişdən qabaq mənə desəydiniz, mən onu qoymazdım, müsəlmanlar qəbrastanlığında dəfn olunsun. Çünki bu insan öz malından öz uşaqlarına saxlamayır. Yəni, övladın da atanın boyunda haqqı var, eyni zamanda atanın da övladın boyunda haqqı var. İnsan elə bir özünə yol seçməlidir ki, həqiqəti düz sahmalıdır, nə ifrata getməlidir, nə təfritə getməlidir. Əgər ibadət edən insan ifrat ilə ibadət edirsə, ibadətin əhəmiyyəti yoxdur. Əgər təfrid ilə ibadət edirsə, ibadətin əhəmiyyəti yoxdur. Amma bir insan özünə ortaq bir yol seçər, ədaləti tapa, düzgünlüyü tapa, az əməl də etsə, Allah qarşı onun qiyməti çoxalar. Çünki insan
eşq ilə, xalis yolla Allahı tanıyıb, Allah yolunda ehsan edir. Allah yolunda öz övladına da Allaha xatir xidmət edir. İnsan hətta uşağına da baxanda, məhəbbətinə baxanda onu da Allaha xatir eləməlidir. Allah Teala'nın verək izzətinə, cəlalına Allah Teala ibadət itaatimizi qəbul eləsin. Allah Teala bütün dualarımızı qəbul eləsin. Bütün xəstələrimizi Allah Teala şəfa versin. Allah Teala bütün dünyadan gedilənci rəhmət eləsin. Allah Teala şeytanın vəsvəsəsini qəlbimizdən uzaq eləsin. Allah qiyamətdə bizləri Peyğəmbər və Əhl-i Beytlə məşhur eləsin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəytən nəsə yətlûnə fî dinillâhi əfvâcə fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kânə təvvâbə.